Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağıq. Pensiyalar növbət dəfə nə qədər artırılacaq, əmək pensiyaları, sosial pensiyalar nə qədər artırılacaq, ətraflı şəkildə məlumat verəcəyik. Növbəti dəfə hesablama nə qədər olacaq, ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, Azərbaycanda növbəti dəfə əmək pensiyalarının artımı ilə bağlı sizlərə daha ətraflı məlumat verəcəyik. Növbəti artım faizi nə qədər olacaq? Pensiyanız növbəti dəfə neçə faiz artacaq? Ətraflı şəkildə məlumat verəcəyik. Bilirsiniz ki, Azərbaycanda hər il yanvar ayında pensiyalar artırılır. Fevral ayında bu pensiyalar yanvarın artımı ilə bir yerdə ödənilir. Hesablanma fevral ayında olur və yanvar ayında da bu artım şamil olunur. Ödənişlər isə fevral ayında yekunlaşır hörmətli izləyicilər. Həm yanvar ayının artımı, həm də fevral ayının artımı bir yerdə verilir. Bu il də elə oldu və pensiyalar 9,3% ilə indeksləşdirildi və artırıldı. Növbəti ilin pensiya artımı isə hörmətli izləyicilər ilkin məlumatlara əsasən 10%-in üstündə olacaq. Bu il pensiya artım faizi 10%-dən bir qədər az oldu, 9,3% pensiya artımı oldu. Növbəti ilin proqnozu isə hörmətli izləyicilər 10,4% miqdarında pensiyaların artımı qeydə alınacaq. Yəni indiki proqnoz belədir. Təxmini 1% bu ilki artımdan çox olacaq. Növbəti il pensiyaların artımı. Bu da hər 100 manata 10 manat 40 qəpik təxmini pensiya artımı demək hörmətli izləyicilər. Əvvəlki artımdan bir qədər çoxdur. Növbəti ilin pensiya artım faizi 10,4% olması gözlənilir. Bilirsiniz ki, Azərbaycanda sonuncu dəfə pensiyalar 9,3% ilə artırıldı. Bu artımlar fevral ayında hesablandı. Biz cədvəlləri də sizlər üçün paylaşmışdıq. Pensiya alan vətəndaşlarımız üçün cədvəlləri paylaşdıq. Hansı pensiya nə qədər artırıldı tək-tək yazıb paylaşmışdıq. Eyni ilə bu ilin sonunda da, hətta ortalarında və sonunda cədvəlləri yenidən sizlər üçün paylaşacağıq. Növbəti ilin pensiya artımları necə olacaq, hansı faizlərlə pensiyalar qaldırılacaq, sizə ətraflı məlumat verəcək hörmətli izləyicilər. Qeyd edim ki, Azərbaycanda bəzi sosial müavinət, təqaüd və ümumi sosial yardım məbləğində yenidən artım olması gözlənilir. Bu artımların iyul ayının 1-dən etibarən olunacağı ilə bağlı məlumatlar var. Qeyd edim ki, əmək haqqları, yaşa görə verilən sosial müavinət, minimum əmək pensiyası və veteranlara verilən 80 manat təqaüdün artımı gözlənilir iyul ayında. Bilirsiniz ki, hər il ilin əvvəlində əmək pensiyaları, ilin ortasında isə bəzi sosial müavinət və təqaüdlər artırılır. İlin ortasında gözlənilən təqaüdlər, yəni artımı gözlənilən təqaüdlər 80 manat veteran pulu, minimum əmək haqqı, hazır ki minimum əmək haqqı 400 manatdır və 450 manata qaldırılacağı gözlənilir. 320 manat minimum əmək pensiyası, o da 350 manata qaldırılmalıdır və 220 manat yaşa görə verilən sosial müavinətdir ki, bu müavinətin də artımı artıq 2 ildən çoxdur olmur və yanvar ayından sonuncu dəfə 2024-ün yanvar ayından artırılmışdı və üstündən 2 il keçir. Hələ ki bu müavinətdə hər hansı bir artım yoxdur. Böyük ehtimalla bu müavinətin artımı iyul ayının 1-dən etibarən olacaq və 30 manat miqdarında artım gözlənilir hörmətli izləyicilər. Növbəti ilin pensiya artımlarını sizlər üçün proqnoz şəklində bildirdim. 10,4% miqdarında əmək pensiyalarında artım olunacağı qeyd olunub. Təbii ki, bu ilin statistik göstəricilərinə də baxılacaq. İnflyasiya səviyyəsi, əmək haqqının artımı, orta aylıq əmək haqqının miqdarı, bütün statistik göstəricilərə baxılacaq. Ona uyğun da növbəti ilin pensiya faizi, indeksasiya faizi müəyyən olacaq hörmətli izləyicilər. Bu ilinki 9,3% idi. Növbəti ilin pensiya artım faizi isə 10,4% miqdarında müəyyən olması gözlənilir. İlin sonunda da daha ətraflı videolarımız olacaq bu barədə. Bugünkü videomuz yekunlaşdı hörmətli izləyicilər. Pensiyalarla bağlı artımlar, yeni məlumatlar olduqca sizlərə dərhal video çəkib məlumat verəcəyik. Odur ki, videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidilə.